But it was built at tremendous cost of American blood and treasure. 38,000 workers died. İki okeanı birləşdirən Panama kanalı və onun tarixi önəmi. Panama kanalının inşa olunması ideyası ilk dəfə 16-cı əsrdə İspanlar tərəfindən irəli sürülsə də, bu siyasi və texniki cəhətdən mümkün olmur. 19-cu əsrdə beynəlxalq dəniz ticarətinin genişlənməsi və Amerika Birləşmiş Ştatlarının Kaliforniyada qızıl tapması kanalın çəkilişini yenidən gündəmə gətirir. Bu dövrdə Panama Kolumbiya ərazisi sayılırdı. 1879-cu ildə kanalın çəkilməsi Süveyş kanalının baş mühəndisi Fransız Ferdinand de Lesseps'ə həvalə edilir. Kanalın tikiləcəyi zolaq ensiz olsa da, buradan Kordilyer dağ silsiləsi keçirdi və bu, mühəndislərin işini çətinləşdirirdi. Kanalın inşasını çətinləşdirən digər amillər isə tropik xəstəliklər, sarı qızdırma və malyariya idi. Kanalın ən çətin və problemli hissəsi Kulebra keçidi oldu. Yüksək dağlıq ərazi, fərqli süxurlar, torpaq sürüşmələri inşa prosesini olduqca yubadırdı. Uğursuz davam edən tikinti işləri 1889-cu ildə dayandırılır. İspaniya ilə müharibə dövründə Birləşmiş Ştatlar hərbi donanmasının çevik manevr imkanlarından məhrum olması Transokean kanalının çəkilməsinin zəruriliyini bir daha ortaya çıxarır. Amerika Birləşmiş Ştatları müharibə dövründə Atlantik Okean donanmasının Sakit Okeana göndərilməsinə 2 aydan çox vaxt sərf etmişdi. Prezident Theodore Roosevelt administrasiyasının qarşısında duran ən mühüm məsələlərdən biri bu kanalın çəkilməsi və onun üzərində Amerika Birləşmiş Ştatlarının qeyd-şərtsiz hökmranlığının təmini idi. (1902-ci ildə Fransız şirkəti kanalın çəkilməsi haqqında konsesiyanı, aparılmış işləri və xeyli avadanlığı 40 milyon dollara Birləşmiş Ştatlara satır. Amerika Birləşmiş Ştatları və Kolumbiya 1903-cü il yanvarın 22-sində Hey-Erran sazişini imzalayır. Kanalın çəkiləcəyi 10 mil enində zolaq 100 il müddətinə Amerika Birləşmiş Ştatlarına icarəyə verilir. Birləşmiş Ştatları isə əvəzində Kolumbiyaya bir dəfəlik 10 milyon dollar, 9 ildən sonra isə hər il 250 min dollar vəsait verməli idi. Lakin Kolumbiya Senatı avqustun 12-sində sazişi ratifikasiya etmir. Fransız şirkətinin Kolumbiya ilə 1879-cu ildə imzaladığı müqavilənin müddəti isə 1904-cü ildə başa çatırdı. Kanal bu müddət ərzində inşa olunmadığı halda şirkətin bütün tikililəri təmənnasız Kolumbiyaya verilməli idi. Bu vəziyyətdən çıxış üçün Birləşmiş Ştatlar Panamanın Kolumbiyadan ayrılaraq müstəqil dövlət elan olunması ideyasını irəli sürdü. (1903-cü il noyabrın 4-də Fransız mühəndis Philippe Bunau-Varillanın rəhbərliyi altındakı separatçı hərəkat Amerika Birləşmiş Ştatları hərbi donanmasının yardımı ilə Panamanı müstəqil dövlət elan etdi. (1904-cü ildə Birləşmiş Ştatlar yeni yaranan Panama dövləti ilə kanalın inşası barədə yeni müqavilə imzalayır. 400 milyon dollar vəsait və 70 min işçi ilə aparılan inşaat işləri 1913-cü ildə yekunlaşır. Kanalın tikintisi zamanı tropik xəstəliklər, torpaq sürüşmələri və digər bədbəxt hadisələr nəticəsində 20 mindən çox insan həyatını itirir.
İnşa zamanı sarı qızdırma və malyariya kimi xəstəliklərin yayılmasına səbəb olan ağcaqanadları məhv etmək üçün bataqlıq və gölməçələr qurudulur. Kanaldan ilk gəmi keçidi 1914-cü il avqustun 15-də baş verdi. Amerika Birləşmiş Ştatları kanalın mühafizəsini gücləndirmək üçün kanalın yaxınlığında yerləşən 11 adanı, Panamadan 5, Danimarkadan 3, Nikaraguadan 1, Kolumbiyadan 2 adanı satın alır. Panama kanalının inşası üçün apardığı siyasətə görə Theodore Roosevelt'in barelyefi Raşmor dağında əbədiləşdirilir. O, Raşmor dağında xatirəsi əbədiləşdirilən 4 Amerika Birləşmiş Ştatları prezidentindən biri olur. Kanal ətrafında Amerikalıların məskunlaşması Panama xalqını qəzəbləndirirdi. Çünki yerli əhali bu zonaya daxil olmaq üçün xüsusi icazə almalı idi. Əhali kanalın milliləşdirilməsi və Amerikalıların qovulması tələbi ilə etiraza başlayır. 1958-ci ildə universitet tələbələri kanalın ətrafına 75-dən çox Panama bayrağı asırlar. Tələbələrlə polis arasında toqquşma baş verir, onlarla insan yaralanır. Etirazlar isə 3 il davam edir. 1962-ci ildə Panama prezidenti Roberto Chiari ilə Birləşmiş Ştatlar lideri John Kennedy kanalın Panamaya təhvil verilməsi barədə saziş imzalayırlar. Sənədin icrasına 1964-cü ildə başlanılmalı idi, lakin Birləşmiş Ştatlar öhdəliyi yerinə yetirmir. İkinci cəhd 13 il sonra 1977-ci il sentyabrın 7-sində edilir. Birləşmiş Ştatlar prezidenti Jimmy Carter ilə Panamanın Milli Qvardiya komandanı razılığa gəlirlər. Bununla da kanalın Panamaya verilməsi üçün işlərə başlanılır və bu müddətin son günü kimi 1999-cu il dekabrın 31-i seçilir. Beləliklə, 1999-cu il dekabrın son günü kanalın idarəçiliyi Panamaya keçir. Lakin 25 il sonra kanala sahibliklə bağlı məsələ yenidən gündəmə gəlib. 2024-cü ildə Amerika Birləşmiş Ştatlar prezidenti seçilən Donald Trump Panama kanalının geri alınması iddiaları ilə çıxış edib. O, kanalın Birləşmiş Ştatların maliyyəsi ilə çəkildiyini vurğulayaraq idarə etmənin qaytarılmasını Amerika xalqının tarixi, hüququ kimi qiymətləndirib. The Panama Canal was built by Americans for Americans, not for others, but others could use it. But it was built at tremendous cost of American blood and treasure. 38,000 workers died building the Panama Canal. They died of malaria, they died of snake bites and mosquitoes. Not a nice place to work. They paid them very highly to go. Lakin Panama dövləti kanalın qaytarılmasına qarşıdır.